Əgər bədəninizdə dostlar bax belə ət xalları varsa, buna papiloma deyilir. Kimisə boynunda çıxır, kimisə hətta barmağında da zillər olur. Bir çoxlarının problemidir. Sizlərlə elə resept paylaşacağım ki, həm surətli şəkildə, həm də ev şəraitində bu problemi birdəfəlik aradan qaldıracaq. Özdəki heç bir dərman almaqda ehtiyac yoxdur. Bu resept ümumiyyətlə çox qədimi bir reseptdir. Hələ nənə babalarımız bunu bilirdi. İsmail qardaşımız sizlərlə paylaşacaq. Bundan öncəki videoda yadınızdadırsa arıqlamaq üçün möhtəşəm bir resept paylaşmışdım. Hansı ki super arıqladır, enerji verir, metabolizmanı sürətləndirir, iştahı da yox eləyir, dayandırır, iştahı öldürür. Və dedim ki videoya 50.000 like gəlsə, ət xallarına qarşı ev usulu super bir resept paylaşacağım. İndi 50.000 düzdür o videoya hələ ki like gəlmir, video təzədir. Amma ev yox. Yenə də paylaşıram. Əsas odur ki sizlər faydalanın. Əgər də zəhmət deyilsə, videonu elədikcə like eləyin, kanalıma abunə olun ki, İsmail qardaşımız hər gün 5 ildir sizlər üçün çalışıram ki, faydalanasınız. Bax, indi ət xalımız da aradan qalxacaq. Hər videomdan gözəlləşirsiniz, daha da sağlam olursunuz. Bir dənə like eləmək böyük bir əziyyət deyil, düşünürəm, pulsuzdur. Like eləyin, kanalıma abunə olun ki, sosial şəbəkələrdə bax belə səhifələrə, kanallara dəstək olasınız. Həm də ki, bir də mənə duanız bəs eləyir. Bax, başlayaq reseptə, dostlar. Birinci sarımsağı götürürük. Dostlar, bax, sarımsağı götürürük. Birinci növbədə bunu doğramaq lazımdır. Bu arada videonun da sonunda mütləq dinləyin, çünki sonda istifadə qaydasını deyəcəm. İstifadə qaydasında incəlilər var ki, aslında ki, mütləq şəkildə fikir vermək lazımdır. Çünki sonra faydası olmaz. Bunu da qeyd edim ki, ət xallarının, yəni HPV virusunun yaranma səbəbi 99% insulin dirənci ilə bağlıdır. Fikir vermisinizsə, ət xalları daha çox artıq çəkili insanlarda olur. Boyun nahiyəsində, kimdə şəkər yüksəkdir, onlarda ət xalı olur. Bu insulin dirənci ilə bağlıdır. Ona görə də qidalanmamıza da önəm verməlisiniz. Yəni bir aya da 10-15 kilo arıqlamaq istəyirsinizsə, ac qalmadan təbii yolla WhatsApp nömrəmi qeyd etmişəm. WhatsApp-a demişəm, hər birinizi arıqlama proqramı yazırsınız, məlumat göndərilir. Dümdüz qarnınız da olacaq, arıqlayacaqsınız da. Sarımsağı artıq soyduq. Sürtkəci qoyuruq belə. 2 dəqiqə resepti hazırlayacağım sizin üçün. Bunu gözəl keçirdəcəyik indi. İncəldirik, çildirik bunu. İndi hoppa. Bu hazırdır. Çox, sarımsaq artıq hazır. Sarımsaq artıq hazırdır. Yaxından çək bunu. Bunun üzərinə dostlar 1 çay qaşığı 9%lıq uksus əlavə edirik. Yəni sirkə. 9%lıq uksus 1 çay qaşığı buna əlavə etdik. Aha, hazırdır. Bu arada sizin burada reklamınız ola bilərdi. Ona görə əgər hansısa bir keyfiyyətli brend, şirkət və yaxud keyfiyyətli bir xidmət təklif edirsinizsə, mənimlə əməkdaşlıq edə bilərsiniz. Brendinizi, şirkətinizi, məhsulunuzu milyonlara tanıda bilərəm. WhatsApp nömrəmizdə əməkdaşlıq sözünü yazın. Bunun da üzərinə dostlar 2 çay qaşığı un əlavə edirik. 1, adi bildiyimiz un. Bu da 2. Əlavə etdikdən sonra biz bunu xəmir halına gətirməliyik. Bunun üçün gözəl qarışdırırıq. Gördüyünüz kimi dostlar, xəmir artıq hazırdır. Bax bu qaydada indi diqqətlə izləyin, istifadə qaydasını deyəcəm. Bu çox vacibdir. Və əmin olun ki, bununla heç bir ət xalı sizdə qalmayacaq dostlar. Amma yenə də deyirəm, indi bax bunu istifadə eləyəcəksiniz. Ət xalı aradan qalxacaq. Amma yenə də çalışın qidalanmamıza nəzarət edin ki, yenidən çıxmasın da. Bunun üçün də doğru düzgün qidalanmaq lazımdır. Mənim diyet proqramıma qoşula bilərsiniz. Baxın, bax belə bir kiçik şarikli, indi bu bilməm görsənəcək yoxsa yox. Ət xalı həcmində belə bir kiçik bir yumruluyursuz şarik halına gətirirsiniz və bundan da savayı sizə plaster lazımdır. Biz plastırı da götürürük. Bax belə hazırlayırıq bunu da. İndi göstərəcəm sizə necə bunu istifadə edirlər. Çox asandır. Götürdük kiçik bir hissəsini, ət xalının üzərinə bunu yapışdırırıq. Məsələn, tutaq ki, boynumuzdadır, düzdürmü? Bax burada. Yapışdırdıq bura. Plastırı götürürük. Bu qayda ilə eynən üstündən yapışdırırıq. Və gecədən səhərə kimi qalır. Amma diqqətlə dinləyin ha.
Bunu sağlam dərinin üzərinə qətiyyən tətbiq etməyin. Sırf ət xalının üzərinə bunu tətbiq eləmək lazımdır. Səhərə artıq heç bir ət xalı sizlərdə qalmayacaq. İndi kimdəsə 1 gün, kimdəsə 2 gün, kimdəsə 3 gün çəkər. Və məndə ümumiyyətlə bədənimdə ət xalı yoxdur. Niyə görə? Çünki qidalanmama nəzarət edirəm. Amma varsa da bunu eləyin, hamısı sizdə töküləcək dostlar. Bunu da qeyd edim ki, 2 gün sonra mənim ad günümdür dostlar. İnşallah ki, şərhdə dualarınızı mənə yazın. Yenə də deyirəm, mən çalışıram sizlər üçün faydalı olum. Sizlərin like'larınız, dualarınız məni elə daha da çox motivasiya eləyir. Və bu arada şərhdə yazın, hansı ölkələrdən məni izləyirsiniz, mənə çox maraqlıdır. Dualarınızı yazın. 2 gün sonra da ad günümdə inşallah növbəti il mənə daha da çox uğur gətirər. Allah hər birinizi qorusun. Ümid edirəm ki, sizlər üçün faydalı ola bildim dostlar. Biz onu da mütləq dostlarınız, tanışlarınızla paylaşın ki, onlar da bilsinlər. Allah sizləri qorusun. Sizlərlə İsmail Hüseynlidir. Sizlərin diyetoloq, life coach və kliniki nutrisioloqu.